Avqust ayında bürclərin proqnozları aşağıdakı kimidir. Avqust ayında peşəkar sahədə irəliləyişlər gözlənilir. Venüs və Marsın müsbət təsiri ilə həm karyerada, həm də maliyyə sahəsində artışlar yaşanacaq. Bu dövr sosial həyatda daha çox əlaqə qurmağınıza və sevdiklərinizlə vaxt keçirməyə imkan verəcək. Lakin hər bir qərarı diqqətlə vermək vacibdir. Buğa, Buğa bürcü üçün avqust ayı iş və şəxsi həyatda yeni başlanğıclar və müsbət dönüşlər gətirəcək. Venüs və Jüpiterin müsbət təsiri ilə həyatınıza yeniliklər gələ bilər. Aşk həyatınızda isə hər şey yerinə oturacaq. Əkizlər. Əkizlər bürcü üçün avqust ayı sevgi hissləri ilə dolu olacaq. Romantik flört və qarşılıqlı rəğbət ön planda olacaq. Bu dövrdə bağladığınız evliliklər xüsusilə güclü ola bilər. İşgüzar, nöqteyi, nəzərdən isə sərfəli pul təklifləri mümkündür. Hərçəng bürcü üçün avqust ayı karyera yüksəlişi üçün əlverişli olacaq. İlin ikinci yarısı, xüsusilə avqustdan noyabr ayına kimi işdə uğurlar qazanmaq mümkündür. Sevgi həyatında isə romantik səyahətlər münasibətlərinizi gücləndirə bilər. Şir bürcü üçün avqust ayı sakit istirahət və şəxsi işlərə fokuslanmaq üçün əlverişlidir. Bu dövrdə yeni layihələrə başlamaq və ya riskli maliyyə əməliyyatları aparmaq tövsiyə edilmir. Sevgi baxımından isə harmonik və sakit bir dövr yaşanacaq. Qız bürcü üçün avqust ayı sağlamlıq və fiziki dayanıqlılıq baxımından müsbət dəyişikliklər vəd edir. Forma almaq, sağlamlığınızı yaxşılaşdırmaq və toxunulmazlığınızı artırmaq üçün yaxşı vaxtdır. İşlərinizdə isə böyük irəliləyişlər gözlənilmir. Tərəzi bürcü üçün avqust ayı müsbət inkişaflarla dolu olacaq. Uğurlar həyatınızın bütün sahələrində sizi izləyəcək. Sevgi, karyera və işdə. Səfərlər və səyahətlər üçün də əlverişli bir dövrdür. Əqrəb. Əqrəb bürcü üçün avqust ayı enerjinizi mənasız mübahisələrə sərf etmək riski daşıyır. Sevgi həyatında isə fırtınalı xasiyyətiniz səbəbindən çətinliklər yaşana bilər. İş həyatında isə komanda ilə əlaqə saxlamağa ehtiyac olmayan məsələlərə diqqət yetirmək daha məqsədə uyğundur. Oxatan bürcü üçün avqust ayı əlverişli dövrdür. Karyeranızda uğur qazanmaq, yeni faydalı bacarıq və biliklər əldə etmək və sevgi həyatında irəliləyişlər mümkündür. Səbirli olun və təlaş olmadan işlərinizi davam etdirin. Oğlaq bürcü üçün avqust ayı enerjili və hadisələrlə dolu olacaq. İşlərinizdə irəliləyişlər və müstəqil iş aparmaq üçün əlverişli bir dövrdür. Sevgi həyatında isə sevdiklərinizə daha az təzyiq göstərməyə çalışın və zərifliklə hərəkət edin. Dolça. Dolça bürcü üçün avqust ayı çətinliklər və darıxdırıcı uğursuzluqlar gətirə bilər.